Özel sığortalardan bəhs edeyim. Özel sığortalar hansı ki, bu arada yüksək məbləğli özəl sığortalar var, aşağı məbləğli özəl sığortalar var. Yüksək məbləğli özəl sığortaların bir çoxu müəyyən xəstəxanalarda bəli keçir və müəyyən bir xərclər də qarşılanır. Amma aşağı büdcəli sığortalar hansı ki 1000 TL, yəni bizim plan 35 manat, 400 TL, 4 TL-yə belə sığorta var, yəni 14 manata. Yəni bu sığortaların da sizə faydası sadəcə və sadəcə ilgili idarəsinə müraciət üçündür. Yəni oturum izni almaq üçün müraciət edirsinizsə, onsuz bu net bir şərtdir ki, Türkiyəyə gələn hər yabancının aktiv qaldığı müddət ərzində aktiv sığortası olmalıdır. İlgili idarəsi bunu sizdən mütləq tələb edir. Yəni oturum izni almaqdan ötürü. Ona görə yəni bu tip özəl sığortalar daha çox oralarda istifadə olunur. Bu arada bunu sizə deyim ki, 35 manatlıq sığortada, 14 manatlıq sığortada, nə bilim 20 manatlıq sığortada eyni işi görür yəni. Bunların üçü də bu məbləğ aralığında olan sığortaların hamısı bir işə yaramır. Hər hansı bir xəstəxanada sadəcə oturum izni üçün lazım olan o formal bir bəlgədir yəni ki, bu olmazsa olmaz. Amma varlığı da bir işə yaramır açıq yəni. Gedib burada hər hansı xəstəxanada müalicə ola bilmirsiniz və s.